Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz müsəlmanlar, Peyğəmbər Əkrəm cənablarından gözəl bir hədisdə buyurulub. Həqiqətən Allah Hüseynin nəslindən olan vəsiləri, ilahi rəhbərləri seçmişdir. Onlar Allah'ın nazil etdiyi kitabı ifratçıların təhrifindən, batilə uyanların uydurmalarından və hak yoldan sapmışların səhv yozumlarından qoruyub saxlayarlar. Onların dokuzuncusu qaimdir. Zuhur edəcək, haqqı bərpa edəcək İmam Məhdi. Bu mübarək hədis bizə göstərir ki, Allah Teala nəinki təkcə İmam Hüseyni seçmiş, bəlkə hətta onun nəslindən olanları, bəşəriyyətin ruhani rəhbərlərini, Kur'an'ın qoruyucularını və haqq yolunun müdafiəçiləri və mayaqlarını müəyyən etmişdir. Bu seçilmiş zümrə, məsum imamlar, təkcə dini bilikləri təbliğ edən şəxslər deyildirlər. Onlar təhrifə qarşı sipər, batilə qarşı qılınc, zülmə və azğınlığa qarşı haqqın səsidirlər. Bugün dünyada bir çox yanlış düşüncə, bidət və təhrif edilmiş ideologiyalar dolaşır. İmamların vəzifəsi zülmət içində ilahi nuru, Kur'an'ın saf həqiqətlərini qorumaq olmuşdur. Onlar yalnız ayələri oxumadılar, bəlkə həmin ayələri öz həyatlarında yaşatdılar. Onların dokuzuncusu qaimləridir. Qaim, yəni qiyam edəcək, ədalət uğrunda ayağa qalxacaq şəxs. Bu, İmam Məhdidir. Onun zuhuru ilə dünya əzabdan qurtulacaq. Zülm ədalətə çevriləcək. Batıl isə aradan süzülüb gedəcəkdir. Bizim vəzifəmiz bugün yalnız intizar çəkməklə kifayətlənmək deyil, öz əməllərimizlə bu dünyada imamın gəlişi və zuhuru üçün zəmin yaratmaqdan ibarətdir. Təqva ilə, zülmə, amansızlığa etiraz etməklə, ədalət aşiqi olmaqla, haqqın carçısı olub onu bacardığımız qədər bərpa etməklə və sair işlərlə bu zuhurun gəlişi üçün zəmin hazırlamaq bizim bugünkü vəzifələrimіздəndir. İmam Hüseyin əleyhissalamın qiyamı təkcə Aşurada və Aşura ilə bitmədi. Onun davamçıları, nəsildən nəsilə gələn imamlar bu qiyamın mənəvi və intellektual cəbhəsini quraraq onu bugünə qədər yaşadanlardılar. Bu hərəkatın son qiyamçısı isə İmam Məhdidir.